Məmləkətimizin hər yerində cürəbəcürə dəblər var ki, hərəsinin özünə xas mənası vardı və bu rəsmlər ata-babalardan indiki nəslərə yetişib. Cildik ya həman vəhşi nəslərin gülünün meyvəsindən aş pişirmək bir qədimi dəbdir ki, Fitr bayramında Miyananın kətlərindən çoxu, o cümlədən Türkmənçayın Xatunabadında icra olunur. Fitr bayramına məxsus bir qədimi sünnətdən güzarış tutmaq üçün bugün sübh çağı Miyananın Türkmənçay bəxşində Xatunabad kəndinə getdik. Xatunabadın tarixi məscidində cildi yaşı mərasimi. Aşı cildikçi deyirik, rəsmi deyirik nədən varımız. Başı bizim çozuş yazımıza gəl uşaqlıqdan pişirərlər. Həmişə də fitir günü pişirərlər. Biz əvvəl bu cildiyi yuvarıq. Bir gün qabaqdandan yuvarıq, pişiririk, sərinə süzərik, münaqişə elərik. Əriyin döcünü isladarıq, alçanı isladarıq, sabahasına soğandaq elərik. Bu rəsmdə əhalinin müşarikəti cəlb nəzərə gəldi. Müşarikəti biri noxudun gətirər, biri cildiyini gətirər, biri ləfəsini gətirər, biri zəhmətini çəkər. İndi niyə bu aş bugün də? Bunu pişiririk ki, fitir günü kəhliyimiz azmıyor. Bütün oruçluqdan çıxıblar, istəyirlər ki, qəzanı biraz az yeyələr, mədə nəfri tapmaya, ya sərdi gətirməyə. Ona görə bu cürsə deyirlər kəhliyimiz azmasın. Bunların hamısı mədiyədə qəşəhdir. Uzaqdan yoxdan gələn vardı. Əlavə öz kəndimiz, dövrə kətlərimizdə gəlirlər, istifadə edirlər. Aş aparırlar, aş burada yeyirlər və hətta dövrə şəhristanlardan da qonağımız olur. Eşitdik ki, burada cildi yaşı mərasimi vardı, cəşnvarəsi vardı. Dedik çörək xanvadı ilə bir qolu Fitr bayramı deyil. Xatunabadın mehriban cəmaəti onlara ki, ayaq tutub gələ bilmirdilərə də aş apardılar. Aslan Zakirəm cildi aşı gətirmişəm. Bayramın mübarək olsun. Sizin də bayramınız. Köhnə valın. Alamını o yanda təmiz yerə qoy, töhmünün üstünə qoy, bərək alır. Bu gözəl sünnət yavaş-yavaş aradan gedirdi, amma Bunyad-ı Bərəkət onu ehya elədi. Ayinnameyi Asman ki, biz işləyirik, təzə başlamışıq. Kətlərimizdə dərvaqə bu ayinnameyi mübtəni bər quruh və fəaliyyət-hay ictimaidir. Ərz edeyim ki, fəaliyyət-hay məzhəbi o ictimai müşarikət-hay mərdumini cəlb eləyir. Gördük ki, burada bir teydad ayinlər, bir teydad rəsmilər vardı ki, qəbləndən, əyyam-ı qədimdən burada vardılar, vəli yavaş-yavaş kəmrəng olurdular. Bizim təsvirlər həmkarlarımız gəliblər, bu ayini, bu rəsmi burada ehya eləyiblər. Bu cür rəsmlər bir məntəqənin hüviyyət nəmadı və əhalinin ürək birliyinin nişanəsidir. Gərək muvazib olaq və qoruyaq ki, belənçi nəmadlar və nişanələr mürur zamandan yaddan çıxmasın.